Salam uşaqlar. Yenə düzbucaqlı üçbucaqdan davam edirik. Bu dəfə isə Pifaqor teoreminin müxtəlif isbatlarına baxacağam. Pifaqor teoremindən əlavə isə katetlərin hipotenuz üzərindəki proyeksiyaları, hipotenuz çəkilmiş hündürlüyü haqqında da əlavə bir-iki məlumat verəcəm. Başlayaq indi Pifaqor teoreminin isbatına. İlk öncə nə edirik? Bir dənə bir kvadrat çəkirik. Sonra bu kvadratın üzərində eyni uzunluqlu iki parça ayırırıq. Necə yəni? Yəni məsələn bir nöqtə qeyd elədim bir tərəf üzərində. Bir tərəf A, bir tərəf B. Və o A və B uzunluqlu tərəflər digər tərəflər üzərində də qeyd edirəm. Yəni məsələn burada A olsun, digər B olsun. Dörd tərəfdə də qeyd elədikdən sonra o ayırdığım nöqtələri birləşdirirəm. Ayırdığım nöqtələri birləşdirəndə də bir fiqur alınır. İlk öncə çəkdiyim şəkil kvadrat olduğundan, yəni bucaqların, kənardakı bucaqların hər biri düz bucaq olduğundan və mən ortadakı fiquru qeyd edəndən sonra dörd kənardakı bu fiqurların hər biri katetləri eyni olan düzbucaqlı üçbucaqlar olduğundan, həm də bunlar bir-birinə bərabər düzbucaqlı üçbucaqlar olmuş olurlar. O zaman bunların hər birinin də hipotenuzuna S deyəcəm. Yəni bu ortada alınmış fiqur ki, onun kvadrat olduğunu sanki təxmin eləmək istəyirik, amma onu da isbat eləməliyik. Demək, ortada alınmış bir fiqur, hal-hazırda onun tərəflərinin eyni olduğunu öyrəndim. İndi o rombdurmu, yoxsa kvadratdırmı, onu dəqiqləşdirəcəyik. O fiqurun kənarlarında, yəni düzbucaqlı üçbucağın bucaqlarını qeyd edəcəm. Bucaqları alfa və beta olsunlar. O zaman digər düzbucaqlı üçbucaqların da bucaqları alfa və beta olmuş olur. İndi biz bilirik ki, üçbucağın bucaqları cəmi 180 dərəcədir. O zaman alfa üstə gəlsin beta, üstə gəlsin 90 bərabər 180 dərəcə olsa, alfa topla beta bərabər 90 dərəcə olmuş olur. Ya da düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədə deyə bilirik. Və ortadakı fiqurun hər hansı bir tərəfi üzərində, məsələn aşağı tərəfi götürürəm. Bu gördüyümüz, işarələdiyim bucağın 180 dərəcə olduğunu nəzərə alsaq, ki bu əgər 180 dərəcədirsə və alfa topla beta da 90 dərəcə olarsa, ortadakı hissə də gərək 90 dərəcə olsun. Digər tərəflər üçün də keçərli olacaqsa bu qayda, həmin fiqurun digər bucaqları da 90 dərəcə olacaq. Demək, ortadakı fiqur tərəfləri C olan bir kvadrat olmuş olur. İndi isə biz geri dönək ilk öncə çəkdiyimiz kvadrata. Ən birinci çəkdiyimiz kvadrata baxaq. Həmin kvadratın tərəfi A üstə gəl B-dir. A üstə gəlsin B. İndi biz bu kvadratın sahəsini tapmaq istəyək. Kvadratın sahəsini nətər tapırlar? Tərəfi tərəfə vurmaqla. Biz bilirik ki, kvadratın sahəsi onun tərəfinin kvadratıdır. Yəni bu böyük fiqurun sahəsi tərəfin kvadratı, yəni A üstə gəlsin B-nin mötərizə kvadratı olmalıdır. İndi biz bunu böyük kvadratın tərəfinin kvadratı kimi düşünməsək, içəridəki bu 5 dənə fiqurun sahələrinin cəmi kimi düşünsək, o zaman biz 4 dənə düzbucaqlı üçbucağın sahəsi ilə ortadakı tərəfi C olan kvadratın sahəsini toplamalıyıq. İndi baxırıq ki, düzbucaqlı üçbucağın sahəsi nətər tapılır? Düzbucaqlı üçbucağın sahəsi də katetlərin hasilinin yarısıdır. O zaman A vurulsun B bölü 2 olur. Düzbucaqlı üçbucaqdan da şəkildə görürük ki, 4 dənədir. Vurulsun 4. Üstə gəlinsin ortadakı kvadratın sahəsi, yəni C kvadrat. Bu ifadələri açanda muxtasar mod üsulu ilə açsaq, A kvadrat toplansın 2AB toplansın B kvadratı. Bu da bərabərdir. A vur B bölü 2-ni 4-ə vursaq, 2AB toplansın C kvadratı. Buradan da 2AB-ləri bərabərliyin hər tərəfindən silsək, A kvadratı toplansın B kvadratı bərabər C kvadratı düsturu alınır. Və həqiqətən də baxırıq ki, A, B və C şəkildəki hər hansı bir düzbucaqlı üçbucağı götürsək, hər hansı bir düzbucaqlı üçbucağın A və B katetləridir, C isə hipotenuzudur. Yəni katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmuş olur. Və buna Pifaqor teoremi deyirik. Bu birinci üsul adlandı. Bəs bunun başqa bir üsulu
da varmı? Var. İkinci üsul olaraq belə bir şey eləyə bilərik. Bir kvadrat çəkərik. Katetləri A və B olan düzbucaqlı üçbucaqları kvadratın içində bu şəkildə qeyd edə bilərik. Məsələn, bir A kateti olsun, digər təpədən də bir B katetini 90 dərəcə yaradacaq şəkildə çəksək, hipotenuz C, A kateti və B kateti. Sonra A katetini o şəkildə uzadaq ki, uzunluğu B katetinə yenə bərabər olsun. Digər təpədən gətirib birləşdirsək xətti, yenə A kateti, qalan hissə B kateti qədər olsun. Eyni qaydanı davam etsək, A katetini o qədər uzadaq ki, B kateti qədər uzunluqda olsun. Yenə digər təpədən birləşdirdiyimiz xətti A-nı gətirsək, yəni bu da B olmuş olacaq. İlk öncə gördüyümüzdə də B bu tərəfin uzunluğu idi. Digər A-nı da uzatsaq, o da bu yan tərəf A, bu tərəf də B olsa, o zaman hər biri düzbucaqlı üçbucaq olsa bunların, kənar tərəflər də C olsa. İndi diqqətlə baxaq, bu uzunluq, bax, bu yaşıl rəngdə gördüyümüz bu uzunluq hamısı B-dir. Kənar hissəsi isə A-dır. O zaman içəridəki kvadratın, yəni içəridəki fiqur kvadratdır. O kvadratın tərəfi B çıxılsın A qədər olmalıdır. Ümumi B-dən A çıxılacaq qədər olmalıdır. Digər tərəflər də eyni olacaqsa, o zaman bayaq etdiyimiz kimi bu fiqurun sahəsinin C kvadrat olduğunu düşünürük, ümumi sahəsinin. Amma başqa cür deyirik ki, içəridəki 4 dənə fiqurun sahələri, 5 dənə fiqurun sahələri cəmini toplayaq. O zaman A vurulsun B bölünsün 2, düzbucaqlı üçbucağın sahəsi. Bu düzbucaqlı üçbucaqdan 4 dənədir, vurulsun 4. Topla, ortadakı kvadratın sahəsi də B çıx A-nın mötərizə kvadratı. Yenə müxtəsər format üsulundan istifadə edəcəm burada. C kvadrat bərabərdir. A vur B bölü 2-ni 4-ə vursaq 2AB toplansın B kvadrat çıxılsın 2AB toplansın A kvadrat. 2AB-lər getsə C kvadrat bərabərdir B kvadrat toplansın A kvadrat və ya toplananların yerini dəyişək. A kvadratı toplansın B kvadratı bərabərdir C kvadrat şəklində Pifaqor teoremi isbat olunmuş olur. İndi isə biraz düzbucaqlı üçbucaqda proyeksiya məsələlərindən danışmaq istəyirəm. Birincisi proyeksiya. Proyeksiya nə deməkdir? Bunu izah edək. Proyeksiya. Məsələn, bir xətt çəkirəm. Aşağıda bir xətt çəkdim. Və bu xəttin çölündə bir dənə parça çəkirəm. Hər hansı bir AB parçası. Bu AB parçasının uclarından düz xəttə doğru perpendikulyar çəkirəm. AB parçasının A və B nöqtələrini 2 dənə perpendikulyar çəkdim. Düz xətt üzərində kəsişdikləri nöqtələri qeyd elədim. Məsəl üçün, bura A1 olsun, burada B1 olsun. Biz onda A1, B1 parçasına AB parçasının verilən bu düz xətt, hər hansı bir A düz xətti olsun, o A düz xətti üzərindəki proyeksiyası deyirik. Yəni, əslində bu AB parçasının sanki yuxarıdan kölgəsi imiş kimi görsənir A1, B1. Bəli, elədir. Məsəl üçün, bu AB parçası çox dik olsaydı, məsələn, nə qədər dik olsaydı, onun proyeksiyası bir o qədər balaca olacaqdır. Bu proyeksiyadır, bu isə parçanın özüdür. Ki, bu AB parçası mütləq bu xəttin çölündə olmalı deyə bir şey yoxdur. AB parçasının bir ucu xəttə yapışa da bilər. Məsələn, həmin o xətti çəkdim, A xəttini çəkdim. Məsələn, belə bir AB parçası çəkirəm. A nöqtəsi burada, B nöqtəsi burada. Belə bir AB parçası çəkirəm. İndi yenə məntiq olaraq A-dan və B-dən perpendikulyarla endirməliyəm axı. Baxıram ki, A zaten düz xəttin üzərindədir. O zaman B-dən perpendikulyar endirirəm. Kəsmə nöqtəsini də məsəl üçün C adlandıraq. O zaman deyirik ki, AC parçası AB parçasının proyeksiyasıdır. Yəni, bu zaman parçamız AB oldusa, AC də onun proyeksiyası adlanır. Amma necə proyeksiya? A xətti üzərindəki proyeksiyası.
Niyə belə bir şey dedim, belə bir cümlə qurdum? Çünki AB parçasının başqa bir düz xəttdə də proyeksiyası ola bilər. Məsələn, belə bir düz xətt var. Məsələn, hər hansı bir C düz xətti var. Bu AB parçasının o C düz xətti üzərində də proyeksiyası ola bilər. Aydındır? Burada da bir proyeksiya ola bilər. Ona görə deyirik ki, biraz geriyə qayıdaq. Deyirik ki, AB parçasının, məsəl üçün, A nöqtəsi A xəttinin üzərindədirsə, AB parçasının proyeksiyası AC olmuş olur. İndi bu dediklərimi düzbucaqlı üçbucağın üzərində tətbiq edək. Şəkildəki düzbucaqlı üçbucağın katetləri A və B olsun. Hipotenusunun uzunluğudsa, hipotenusunun uzunluğu isə olsun C. Hipotenusunun uzunluğu isə C olsun. Bu da C. İndi mən A və B katetlərinin hipotenuz üzərindəki proyeksiyasını tapmaq istəyirəm. Bayaq öyrətdik axı. Dedik bir dənə təpə burada olanda digər təpədən hündürlük çəkirdik. Bəli. Yenə elə eləyəcəyik. Onda biz bu düzbucaq təpəsindən bir dənə hündürlük endirəcəyik aşağı. Endirdik bayaqki qayda ilə proyeksiya tapmaq üçün. A tərəfinin də bir nöqtəsi hipotenuz üzərindədir. Yəni A parçası deyək məsəl üçün biz ona. Onun bir nöqtəsi hipotenuz üzərində, digər nöqtədən də hündürlük endirdim. O zaman bu aşağıda gördüyümüz bu hissə, baxın bu hissə nə olmuş olur? A katetinin proyeksiyası olmuş olur. O zaman mən o proyeksiyaya X deyirəm. X. Bu proyeksiya oldu X. Eyni qayda ilə də digər tərəf, digər gördüyümüz o uzunluq B katetinin proyeksiyası olurmu? Olur. Orada bir Y deyirik. Ki belə başa düşdük ki, X üstə gəlsin Y C-yə bərabərdir. Bunu da bir kənarda saxlayaq. Az sonra bizə lazım olacaq. İndi davam edirik. İndi bu düzbucaqlı üçbucağın iti bucaqları alfa ilə beta olsunlar. Buradan sonra biraz sürətlənək. Alfa ilə beta olsunlar. Və bayaq Pifaqor teoreminin ilk isbatında biz bildik ki, alfa ilə betanın cəmi 90 dərəcə olmalıdır. Bunu da yaddan çıxartmayaq. Bu da lazım olacaq. Alfa ilə betanın cəmi 90 dərəcədir. İndi rənglədiyim fiqura fikir versəz, ştrixlədiyim fiqura fikir versəz, bir bucaq 90 dərəcə, digər bucaq alfa, bir dənə də burada bilmədiyimiz bir bucaq var. Alfa ilə bilmədiyimiz bucağın, sual işarəsi qoyduğum bucağın da cəmi gərək 90 dərəcə olsun. Çünki düz bucağı tutan iti bucaqların cəmi 90 dərəcədir. Alfa ilə betanın da cəmi 90 dərəcə idisə, deməli o yuxarıdakı bucaq betadır. Çünki alfa ilə betanın cəmi 90 dərəcə eləyirdi. Eyni qaydada sağda gördüyümüz düzbucaqlı üçbucaqda da bir bucaq betadırsa, digər bucaq da alfa olmuş olacaq. Bunları bildik. İndi burada riyaziyyatda isbatını etməyəcəyimiz bir şey haqqında danışmalıyıq. Fiqurların oxşarlığı haqqında danışmalıyıq. Fiqurların oxşarlığı nə deməkdir? Əgər bir fiqurun bütün tərəfləri digər fiqurun bütün tərəflərinə mütənasibdirsə, mütənasib uzunluqdadırsa və fiqurların bucaqları da bir-birinə bərabərdirsə, bu fiqurlar oxşar fiqurlar adlanmış olur. Yəni, məsələn, üçbucaqlar üçün bu qaydanı desəm, əgər bir üçbucağın bütün bucaqları digər üçbucağın bütün bucaqlarına bərabərdirsə, bu üçbucaqlar oxşar üçbucaqlar adlanmış olur. Və tərəflərin uzunluqlarına nisbətdə mütənasib olacaq. Mütənasib nə deməkdir? Yəni, məsəl üçün, bir üçbucağın bütün tərəfləri 2 dəfə böyüyüb, məsəl üçün deyirəm bunu, bir üçbucağın bütün tərəfləri 2 dəfə böyüyüb və digər üçbucağın tərəfləri alınıbsa, bu üçbucağın tərəfləri mütənasib şəkildə böyüyüb deməkdir. Yəni, eyni bir əmsalla, oxşarlıq əmsalı deyəcək ona. Yəni, oxşarlıq dərsinə aid video çəksə, onun haqqında daha detaylı danışarıq. Eyni bir oxşarlıq əmsalı böyüyürlər deyirik. İndi burada da bu fiqura fikir versəz, diqqətlə baxsa, bu arada ortadakı uzunluğa da h deyək, o çəkdiyimiz hündürlüyə də h deyək. Ştrixlədiyim üçbucağa baxaq. Məsələn, bax, bu üçbucağın, ştrixlədiyim üçbucağın bucaqlarına fikir verin. Alfa, beta və 90 dərəcə. İndi isə böyük üçbucağın, baxın, böyük üçbucağın bucaqlarına fikir verin. Alfa, beta və 90 dərəcə. Fikir verdinizsə, soldakı balaca üçbucağın bucaqları ilə alfa, beta və 90 dərəcə, böyük üçbucağın bucaqları, o da alfa, beta və 90 dərəcə bir-birinə bərabərdirlər. Onda biz deyirik ki,
üçbucağın, yəni kiçik üçbucağın tərəfləri nisbəti böyük üçbucağın tərəflərinə uyğun tərəflərin nisbətinə bərabər olmalıdır. Yəni nə deməkdir? Balaca üçbucağa baxırıq. Yəni balaca üçbucaq deyəndə soldakı üçbucağı nəzərdə tutacağam. Kiçik üçbucaqda alfanın baxdığı tərəf haradır? H. Alfa H-a baxır. O zaman H bölünsün. Bəs böyük üçbucaqda alfa hara baxır? İndi bunu silim. Böyük üçbucaqda alfanın baxdığı tərəf hansıdır? Bəli, böyük üçbucaqda alfanın baxdığı tərəf B-dir. Onda H bölünsün B. Təzədən deyirəm. Demək, balaca üçbucaqda alfanın baxdığı tərəf H-dır. Bölürük böyük üçbucaqda alfanın baxdığı tərəf B. Sonra keçək bettaya. Kiçik üçbucaqda bettanın baxdığı tərəf nədir? X. Böyük üçbucaqda bettanın baxdığı tərəf nədir? A. Demək deyəcək ki, X bölünsün A. Keçək düzbucağa. Kiçik üçbucaqda düzbucağın baxdığı tərəf haradır? A-dır. Böyük üçbucaqda isə düzbucaq C-yə baxır, hipotenuza baxır. O zaman deyirik ki, təzədən deyim onu, kiçik üçbucaqda düzbucaq A-ya baxır, böyük üçbucaqda isə düzbucaq C-yə baxır. Demək, H böl B bərabər X böl A bərabər A böl C. Biz bu bərabərliyin bu hissəsindən belə bir uyğunluq çıxardacaq ki, A-nın kvadratı bərabərdir X vurulsun C. Eyni zamanda biz bu uyğunluqları sağdakı üçbucaq ilə böyük üçbucaq üçün də keçərli saya bilərik. Yəni, sağdakı üçbucağın bucaqlarına baxıram, alfa, beta və düzbucaq. Böyük üçbucağın, yəni böyük üçbucaq deyəndə, yenə bax, bu bütün üçbucağın bucaqlarına baxsaq, o da alfa, beta və düzbucaqdır. Buradakı oxşarlığa görə getsək, indi kiçik üçbucaqda alfa nəyi görür? Y-i. Y bölünsün. Bəs böyük üçbucaqda alfa nəyi görür? B-ni. Y bölünsün B bərabər. Beta kiçik üçbucaqda nəyi görür? Yəni sağdakı üçbucaq. Beta H-ı görür. Beta H-ı görürsə H bölünsün. Bəs böyük üçbucaqda beta nəyi görür? Böyük üçbucaqda beta A-nı görür. O zaman H bölünsün A. Keçək düzbucağa. Kiçik üçbucaqda, sağdakı üçbucaqda düzbucaq nəyi görür? B-ni. B. Bunu mən başdan bir dəfə də deyim. Demək, sağdakı üçbucaqla böyük üçbucağa baxacaq. Doğrudurmu? Sağdakı üçbucaqda alfa nəyi görür? Y-i. Bəs böyük üçbucaqda alfa nəyi görür? B-ni. Əvvəl alfalara baxırıq. Y böl B. Sonra sağdakı üçbucaqda betaya keçək. Beta nəyi görür? H-ı görür. H bölünsün. Bəs böyük üçbucaqda beta nəyi görür? Böyük üçbucaqda beta A-nı görür. H bölünsün A. Davam edirik. Sonra düzbucağa baxırıq. Kiçik üçbucaq, sağdakı üçbucaqda düzbucaq nəyi görür? B-ni. B böl. Bəs böyük üçbucaqda düzbucaq nəyi görür? C-ni. B bölünsün C. Düsturlarda H-dan istifadə etmədim deyə bayaq gördük, H-dan istifadə etmədik. Ona görə də bu tənlikdə bu hissədən və bu hissədən istifadə edəcəyik. Yəni, Y bölünsün B bərabər B bölünsün C-dən çarpaz vursaq, B-nin kvadratı bərabərdir YC-dən istifadə edəcəyik. İndi bu aldığımız bərabərliklərə baxaq. A kvadrat bərabərdir XC, B kvadrat isə bərabərdir YC deyə 2 dənə bərabərlik almışıq. Biz bu bərabərlikləri alt-alta toplasaq, nə almış olacaq? A-nın kvadratı toplansın B-nin kvadratı bərabərdir XC toplansın YC. Biraz da sadələşdirmə aparaq. A-nın kvadratı topla B-nin kvadratı bərabərdir. C-ni ortaq vuruq çıxardıram. Mötərizədə x üstə gəlsin y. A-nın kvadratı toplansın B-nin kvadratı bərabərdir. X üstə gəl y-ə
S demiş miydik ki ən əvvəldə? Onda x bölü y-in yerine s yazırıq. S vurulsun s, yəni s kvadratı. Demək a kvadrat toplansın b kvadrat bərabər s kvadrat oldu. Və bu da Pifaqor teoreminin isbatı, digər bir isbatı olmuş oldu. Və bu aldığımız bərabərliklərə bir dənə də h kvadratına əlavə eləsək, proyeksiyalara aid üsullar tamamlamış olacaq. Onu da sol tərəfdə qeyd edirəm. Artıq 2 dənə şeyin isbatını yazmış olaq bu dərsdə. Sol və sağdakı üçbucaqların oxşarlıqlarından istifadə edəcəm burada da. Sol və sağdakı üçbucaqların oxşarlıqlarından. Sol bura, sağ bura. Soldakı üçbucaqda düz bucaq təpəsi A-nı görür. A böl. Sağdakı üçbucaq düz bucaq təpəsi B-ni görür. A bölünsün B bərabər. Soldakı üçbucaqda alfa H-ı görür. H. Sağdakı üçbucaqda isə alfa nəyi görür? Y-i görür. Onda H bölünsün Y bərabər. Soldakı üçbucaqda beta X-i görür. X. Sağdakı üçbucaqda beta H-ı görür. Yəni betanın qarşısındakı tərəf H-dır. X böl H. Və bu bərabərliyin də bu hissəsindən istifadə etsəm, deyəcəyəm ki, H kvadratı bərabərdir X, Y. Pifaqor teoremindən əlavə olaraq, burada fərqli rənglə də qeyd edək. Pifaqor teoremindən əlavə olaraq, A kvadratı bərabərdir X vur S, yəni A katetinin kvadratı proyeksiya vur hipotenuz, B katetinin kvadratı B-nin proyeksiyası Y vur hipotenuz, hipotenuza çəkilmiş hündürlüyün kvadratı isə həmin o proyeksiyaların hasili olur. Bunu da öyrənmiş olduq. Pifaqor teoremi və düzbucaqlı üçbucaqlılarda nisbətlər dərsi biraz geniş dərsdir. Hətta Pifaqor teoreminin bizim burada yazdıqlarımızdan daha başqa isbatları da var. Ümid edirəm ki, faydalı olmuş olar. Sağ olun.